Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugün Qax rayonunda olacaq və səfalı, gözəl yurdumuzda yolumuza davam edirik. Yollar da gözəldir, mükəmməldir. Qaxı sevirəm. Ümumiyyətlə, Azərbaycanımızın hər bir bölgəsini sevirəm. Uzun, incə bir yol bizi aparır Qaxa doğru. Hal-hazırda biz Qax şəhərində məşhur olan İlisu kəndinə gedirik. Hətta İlisu sultanlığı olubdur. Orada da Qaxın da məşhur yeməklər çoxdur. Ala girsi, qoz girsi, ət girsi, şor girsi, qutab çeşidlər və eyni zamanda plov çeşidlər də, plov növləri də çox olur. Və bu arada qeyd edim ki, bizimlə yoldaşçılıq edən istəyirəm müəllim özü haqqında da kiçik bir məlumat versin. Çox sağ olun. Mübariz müəllim, siz də Qax rayonuna bir daha xoş gəlibsiniz. Mahir Əfəndi, Qax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru. Mən bu arada xüsusən qeyd etmək istəyirəm ki, Qax rayon rəhbərliyinə və icra hakimiyyətinin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Deməli, bu körpü Ulu Körpü adlanır. Çünki bu Kürmük çayı ki var. Bu çay üzərində vaxtilə 3-4 körpü olubdur. Sadəcə bu körpü, yəni dövrümüzə də gəlib salamat çatdığı üçün buna Ulu Körpü deyirlər. Bu da nə üçün belə salamat gəlib çatıb? Çünki təbii qaya çıxıntısı üzərində salınıbdır. İnşa tarixi 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərinə aid edilir. Ümumiyyətlə İlisu kəndi 5 məhəllədən ibarətdir. Səngər məhəllədə əvvəlki adı Tap məhəllə olubdur. Sonra Qala məhəlləsi gəlir, Tovlatala məhəlləsi və Qaradolaq məhəlləsi. Yəni hər məhəllənin öz məscidi olub, öz bulaqları olub, öz ağsaqqallar şurası olub. Təbiəti də çox zəngindir, abidələri də. Hər qarışı tarixdir. Açıq səma altında muzey də demək olar. Yol biraz qarlı oldu, məcbur. Bunlar götürüb bağlayaq, təkrar risk olmasın. Qabaq qarlıdır, məcbur bunu vurmalıyam. Buna görə yola çıxanda dostlar. Diqqətli və hazırlıqlı olun. Fıtı 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 fıtı. Deməli, maşına sürüşməsin deyə getdik, kəmərlərini vurduq. İndi isə o qarlı yerdən gedəcək işimizə. Mübariz müəllim, indi sizinlə biz bu İlisu kəndinin Bucaq məhəlləsində Zənfirə xanımgilin qonağı olacağıq. Yəni burada Zənfirə xanım bizə İlisu mətbəxindən olan qış yeməklərindən, əsas qozlu, lobyalı, quru ətlə Bura aiddir o yemək. Elə Zənfirə xanım da qapıda gözləyir bizi. Xoş gəlirsiniz, Salam, xoş gördük, xoş gördük. Çox sağlam Necəsiz? sizinlə görüşməyimə. Sağ ol. Sağ olun, yaxşıyam. Qış Şükür ayları Allaha. necədir? Qış ayları bizdən ötürü gördüyünüz kimi qardır. Biraz çətinliyimiz olanda olur, olmayanda qışla barışır. Amma indi qar da olması olmur. Qışınki qış- qar, Əlbəttə ki, yazınki qışınki yağış, qardır, əlbəttə yayınki ki, də istidir. əlbəttə Amma ki. İlisu Bəli, sərin bəli. olur. Hər fəslin öz gözəlliyi var. Bəli. Gəlin, buyurun, xoş Buyur, gəlibsiz. Sağ ol, xoşunuza gəlin. Çox sağ olun. Müəllim sizin haqqınızda o qədər geniş informasiya verib, məlumat verib. Elə bil ki, illərdir tanıyıram sizi, illərdir bu evi tanıyıram. Sağ olun. Buyur. Allah işinizi avan Amin. eləsin. Mən də sizinlə tanışlığıma yenə Sağ ol. deyirəm, bir daha şadam. Buyurun. Sağ ol. Soyuqdan Çayda gəlmişsiniz. süzmüsən, hazır deyil. Çayı da süzdüm, sizin maşının səsini oradan eşitdim ki, qonaqlarım Buyurun, gəlir. buyurun, buyurun. Buyurun. Allah razı olsun. Çox sağ olun. Sizin də Allah işinizi avand eləsin.
Çox şadam. Bugünkü günü evimdəsiz, qonağımdasız, yurdumdasız. Sağ olun, minnətdarım. Beləliklə biz Zənfirə xanımın bu gözəl, şirin mətbəxinə gəldik. Zənfirə xanım, yaxşısan belə. Sağ olun. Nə hazırlayırsan bu gün? Bugün mən çox sağ olun ki, bugünkü günü bizim qonağımızsınız. Çox sağ ol. Mən də sizi izləyirəm. Var ol, təşəkkür. Əsasən sizin sağlam qida haqqında fikirlərinizlə razılaşıram. Çox Bu gün buradasınız, bu yurdumdasınız, evimdəsiz. Çox şadam. Mən də bugünkü günü bilirsiniz də, İlisu qədim diyardır. Tarixi qədim, mədəniyyəti, təbiəti zəngin. Bunlarla bərabər İlisu mətbəxinin də öz zənginliyi var. İlisu mətbəxi öz qədimliyinə görə, ona görə qədimdir ki, İlisu mətbəxi mövsümü mətbəxdir. İlisullar öz mətbəxlərini mövsümlərinə görə bölürlər. Çünki İlisu iqliminə görə. İqlim şəraiti elədir ki, biz mətbəximizi mövsümünə görə bölməsək, bizdən ötürü çətindir. Çünki noyabr aylarında, sentyabr ayından başlayaraq İlisu cəmaatı özünün qış tədarükünü görür. Tədarük gördüyü zaman əsas bizim qidamız qurudulmuş qoyun ətidir, qurudulmuş qaxac ətidir. Çünki bizdə qoyunçuluq təsərrüfatları olub, qoyunçuluğumuz inkişaf eləyən vaxtlar olub. Bugünkü günü düzdür, xüsusi sahibkarlıqda qoyunçuluq inkişaf eləyir, ancaq fərdi təsərrüfatlarda da qoyunçuluq inkişaf eləyir. Ona görə əsas qida mənbəyimiz qaxac ətidir, qurudulmuş qaxac əti. Qış üçün əsas. Qış üçün, çünki qaxac ətindən xəmir xörəkləri hazırlanır. Həmin xəmir xörəklərində biz bilirik ki, bədənin istiliyini təmin eləyir. Qış mövsümündə, bugünkü gündə enerji mənbəyini təmin eləyir. Məsələn, mövsümi yeməklər deyəndə qış yeməklərindən biz söhbət açaq. Qışda ən çox hazırladığımız yeməklər xəmir xörəkləridir. Bununla bərabər ən qonaq qarşılayan, yəni ən əziz qonağımız üçün hazırladığımız yemək quzlu aşdır. Quzlu aş. Bugünkü gündə mən sizə ləzzət ovçusunu mən qurudulmuş qaxac əti ilə qozlu aş hazırlamaq istəyərdim. Bugünkü gün onu hazırlama qaydası ilə tanış olun. Olaq, aha. Mən əvvəlcədən qozlu aşın düyüsünü yuymuşam, yuyulmuş vəziyyətdə, yuyandan sonra, yəni yuyandan sonra duzlu suya qoymuşam. Duzlu suya ona görə qoyulur ki, bu düyünün tərkibində olan xüsusi maddəni ancaq duz öldürür. Ona görə bu vacibdir. Pulovlarda düyünün duza qoyulmağı, yəni mən öz fikrimi deyirəm ki, vacibdir. İndi bugünkü günü qozlu aşımız üçün lazım olan ərzaqları indi mən sizə göstərəcəyəm. Bax, bu bizim İlisulların dili ilə desək, bostan lobyası, xırda lobyadır. Buna bostan lobyası ona görə deyirlər ki, bizim kənddə bu yetişmir. Ancaq isti bölgələrdə yetişir. Ona görə bostanlar bitən ərazilərdə də bunu bostanların arasında əkirlər. Ona görə bunun adı bostan lobyası sayılır da. Bax, bu bostan lobyasıdır, bişib hazır vəziyyətdə. Bax, bu da qozlu aşımız üçün üyüdülmüş qoz ləpəsidir. Bişmiş, qaxac ətinin əvvəlcədən bişirilmiş qaxac ətidir. İndi biz, əsas, əvvəlcə, qaxac ətini bişirmişik, bu hazırdır. Bu qaxac ətinin dadı onun suyuna çıxıb. Ona görə biz düyünün suyuna qaxac ətini əlavə eləyirik ki, düyü bu ətin suyunda bitsin və düyünün tamı yaxşı olsun da, ləziz olsun. Sonra düyün süzərci suyu... İndi biz bunu... Yox, mənim sualım var. Buyurun. Sonra biz bunu süzəndə su çıxıb gedəcək də. Ancaq yağı düyüyə çıxacaq. Elə bilir ki, süzməyək qalsın. Yox. Bax, bunun üzərindəki bu yağ var ha. Yağ. O... Düyünü, indi bu ətləri çıxaracağıq bunun içindən, dökəndən sonra. Ət özünün üstündəki yağını tam qaydasına, vidinə deyək də düşəcək. Ona görə biz bunun bu yağı var ha, hansı ki, düyünü süzəndə bu yağ düyünün üzərində qalır.
O qalır və Tamam. suyu. Suyu şorbasıdır. Bütün plovlarda kimi şorbası atılır. O, bax. Bunun ürəyini atırsan gedir. Hə, onu indi deyirik də, bugünkü onun bişirilmə adəti dədə-babadan belədir. Siz bilirsiniz, bugünkü günü bu qozlu aşın tarixi, mənbəyi saray mətbəxinə gedir. İlisu sarayı. Aysar, o vaxtı sultanlığın saray mətbəxində mən axır vaxtlar İlsuların Maraqlıdır. səhifəsində oxudum. Gördüm. Yəni bunun əvvəlcədən biz dədə-babadan, analarımızdan belə görmüşük. Heç nə də mən nə deyirəm? Soruşuram. Mən bir şey demirəm, amma istəsən əti at, suyunu saxla, özün bilərsən. Başlayaq. Onda nə edirik? Deməli dostlar, əslində xanım o qədər gözəl danışıq qabiliyyəti var, o qədər gözəl danışır ki, heç söhbətin onun sözünü bölmədim. Tam resepti izah elədi, bir dənə demədiyi yağla duz qaldı. Onu da indi deyir, yağ da əlavə edəcək, duz da. Yağda təmiz, %100 yerli yağdan kərə istifadə yağıdır. edilir. İndi mən əlavə ətdən sonra onu danışıram. Kərə yağıdır. Kərə yağını da biz qozlu aşa dəm yağı kimi əlavə edirik. Yanında kim istəyirsə. Yanında yox. Aşı dəmlədikdən sonra aşın bir neçə dəfə deyək, bir neçə dəfə dəmini süzəndən sonra siftə yox. Yəni suyu çox olan müddətdə yox. Dəmini süzəndən sonra dəm yağı tökürük. Mən inan ki, fikrim qaldı o suyunda. İndi əvvəlcə qaynanmış suyumuza başlayaq. Nə edirik indi? İndi biz ətlərimizi əlavə edirik Yaxşı. qaynamış Mən suyumuza. keçim bu tərəfə. Əlavə etdik ətlərimizi, əvvəlcədən bişirilib hazırlanmış ətlərimizi qaynanmış suya, yəni düyü üçün əvvəlcədən qoyulmuş suya. Aha. İndi bu ətləri biz təzədən sudan çıxaracağıq. Çünki ət öz vizinə düşsün də, bunu parçalamaq rahat olsun. Bax, gözün. Aha. Sonra Hazır qoy. İndi biz təzədən suyu Düyünü düyünün həcminə görə biz suyu tənzimlədik və biz düyünün üzərinə isti su əlavə edirik ki, düyü tez qaynağa düşsün. Bəli. Lobya da soyuq olduğu üçün bax onun üzərinə isti su əlavə edirik. Aha. Su qaynadı. Nə verim? Ay sağ ol. Birinci düyü. Düyünü əlavə edirik. Aha. Mən qabı tutum sənə kömək eləyim. Sağ olun. Nəzərinizə çatdırmaq istəyirəm ki, əziz dinləyicilər, bax, 1 kilo düyüyə 2 stəkan, 200 qramlıq lobya əlavə olunur. Aha. Yəni, qozlu aşın qaydası budur. Düyünü, lobyanı qazana əlavə elədik və pişməyini gözləyirik. Düyünü süzürük. Amma düyünün həlimi də yaxşı olub ha, ana. Ay sağ ol. Ha, düyünün həlimi yaxşıdır. Sizdə o həlim istifadə edirdilərmi? Bəli, edirdilər. Həlimin içərisinə aşı süzdükdən sonra həlimin içərisinə xırda lobya da, bir də düyü də əlavə edib, onu duru yemək kimi qəbul edirdilər. Əla. Deməli, elə servis o. Birinci elə bir sulu yemək olaraq, yanında da pul Aş hazır olana qədər evdə söhbət yaranmasın deyə həlimi verirsən, yeyirlər. Dalınca da aşı gəlir. Bundan gözəl şey mi var yəni? Bəli. Yox, baxıram qalx ləhcəsinə mən danışacağam. Siz danışmırsınız, yəni İlisu ləhcəsinə. İlisu ləhcəsi ilə danışım da. Arada Niyə olur. danışmıram ki? Öz ləhcəmimi anmıram ki mən. Yox, ləhcə Mən gözəl. burada böyümüşəm, burada anadan olmuşam, burada böyümüşəm, burada yaşayıram. İlisu xalqı, İlisu cəmaatı, öz cəmaatım məndən ötürü əzizdir. Dünyanın hər bölgəsində, hər yerində İlisulu var.
İlisulu ziyalıların məkanı kimi Bəli. dünyada şöhrət qazanıb. Mən bu yurdu necə unuda bilərəm? Onun ləhcəsini necə unuda bilərəm ki? Səngər məhəllədə bir kişi yaşayıb. Kişinin adı İsaməli olub. Kişi bir günü yorğun, arğın halda gəlir, eşəklə armud yığıb gətirilmiş. Yoldaşı qaça-qaça qabağına gəlib deyir ki, İsaməli, tap gətiribsən yoxsa tapana? Kişi o qədər hisslənir, deyir, bu saat tap, bu da saat tapana. İndi o vaxtdan tap-tapana məsələsi İlisullarda bir zarafat kimi qalıbdır da. Bizdə də o tap armud var, tapana armud var, o armudların növləri var da. Onlar da cır armudların, meşədə yetişən armudlardır. İndi onların sortu bəlkə də itibdir da, mən bilmirəm. Yəni, bu da bizdə bir baməzə bir lətifə. Yavaş-yavaş üyüdülmüş qoz ləpəsini biz düyünlə qarışdırırıq. Aha, əlavə edirik düyü. Əlavə edirik düyüyə. Sonra özdə bir də bu bişəndə bişdikcə rəngi də tündləşəcək. Tündləşəcək. Qoz düyü qozu. Amma güclü enerji mənbəyidir düşünürəm. Çünki qoz, quru ət və eyni zamanda düyü, lobya, bir də yağı. Əlbəttə. Nə qədər qoz əlavə etdiniz? Biz 1 kiloya 300 stəkan, Qoz. 1 kiloya 300 stəkan üyüdülmüş qoz əlavə edirik. Deməli 1 kilo düyü, 2 stəkan incə balaca lobya, 2-3 stəkan qoz və quru ət. Quru ət olmayanda yaş ət istifadə edirik. Yox, yaş ət heç nə var. Yaş İndi ət. Bakıda birin yoxdur. Yazıq neyləsin? İndi onda biz bu Bildim sizin o milli dəyərdir bu. Amma indi insan var ki, o yoxdursa İli suya gəlsin də, neyə söz-söhbət yaratmayacaq ki, cəmaət. İli suya gəlsin, qozlaşımıza qonaq olsun. Düyünü qazanaq. Bunda qazmaq olmur. Qazmaq olur. Bax, indi bunun əsas bir xüsusiyyəti var qozlu aşın. Qozlu aşın ətindən asın. Əgər qozlu aşın əti biraz yaşlı heyvanındırsa, heyvanın ətindən hazırlanmış qaxacdan bişirilibsə, ət düyünün altına qoyulur. Əgər cavandırsa, üzdən qoyulur ki, buğ əti bişirib, sümükdən ayırıb tökməsinlər. Ət öz formasında qalsın. Ona görə bizim ətimiz cavan olduğu üçün biz ətləri üstdən... Necə qıydınız bu cavanı kəsməyə? Yox, indi biz kəsəndə cavan heyvan kəsirik ki, çünki cavan heyvan O yaşasın da biraz, pensiya vaxtı kəsin. Cavan heyvanın əti həm yaxşı şişir, həm tez pişir, həm də ki, dadlı olur. İndi nə edirik? Əti veririk. İndi ətləri gətirib meydana. Bax, mən əvvəlcədən bütöv pişirdim əti. Bütöv, aha. Sonra xırdaladım. Ha. Servis edim. Bu nə vaxt doğrasın, mən görmədim. Bax, bu da içnovurd. Bağırsağa doldurulub da bu qaxac ətinin qısı. Qaxac ətində bu dolmalar deyirik da, hansı ki. Bu dolmalar heyvanın içindəki biz san deyirik da. Heyvanın içindəki o işliklər var. Ona görə deyirlər, İlisullar deyir ki, dolma doldurdum, 7 san olmalıdır da dolma. Dolma 7 san. Sanda yəni 7 say olmalıdır. O heyvanın içindəki mədəsi var, nə bilim, közü var, qarnının üzərində kepiyi var. Yox, ürək daxil deyil. Şirdan, darbaq, yəni bu sanlar, darbaq deyirik, mədəsi, qoyunun mədəsinə doldurulmuş dolma şirdan adlanır. Xüsusi bu yemək, hansı ki biz bu yeməklər var, indi ləhcə ilə danışıram. Bax, bu yeməklərimizdə xüsusi, hər yeməkdə bir dolmadan istifadə edir. Məsələn, sürüdə, işliyi eynidir. Nədir? Ancaq forması başqadır. Məsələn, biz piyə doldurana, hansı ki qarnın üzərindəki pərdəyə doldurana çöz deyirik.
Köz çox vaxt xingildə istifadə olunur. Çünki yağlıdır, Hı, üzü suyuna çıxır, yağlı olur. Məsələn, qozlu aşda çox vaxt ejnovrdan istifadə olunur. Bağırsağa doldurulandan. Bax budur bu formada. Bunun da tərkibini bilirsiniz də. Döyülmüş ətdir, zirinç bilirsiniz də. Bəli. Bunun reseptində soğandır, döyülmüş ətdir, zirinçdir. Bir də xüsusi bir bitki var. Bizim zonada bitir o. Çəmən deyirik. Onun bəziləri onu qovurub əzmiş formada tökür, bəziləri onu pito formada tökür. Daha doğrusu mən tövsiyə eləyərdim ki, əzilmiş formada tökülsün. Çünki əzilmiş formada töküləndə tamı daha yaxşı çıxır. Zirinç də buna turşuluq verir, bax. Qurudulmuş zirinç də əlavə edirik buna, bax bu. Bugünkü gün üçün. Hələ ki baxırıq yeməmiş, elə baxırıq belə ki, baxmaqla işi bitirəcək. Niyə bitirirsiniz? Bunu doğramırsınız bəs. Doğra servizə verəndə doğrayacaq. Eləmi? Ay, Əla. Tam bu şəkildə düzüldükdən sonra Düzüldükdən sonra üstünə digər düyünə əlavə edirik. Əlavə eləyirik. Bismillah. Ay, o düyünün parında o biraz da pişsin. Aha, əla. Sonra Heç nə, bax bunu da maşallah, amma maşallah qoçaqsan. ayırır. Bax, indi çoxu vaxtı, yəni bunun üstünə dəsmal, sintetik nə bilim nə qoyurlar. Onlar yaxşı dəmi süzmür. Bəli. Oldu mu? Ona görə mən bugün dəmi tez alınsın deyə bunu kətan süfrəyə bükəcəm. Kətan. Qapağını kətan ki, dəmini tez süzsün. Aha. Ki aş tez dəmlənsin. Aş dəmlənməkdə olsun, biz də gedib çayımızı içməkdə. Buyurun. Ola? Ay, mən də birazdan aşın dəm yağını tökəcəm. Və biraz da Dəm alandan sonra mı yağ? Yox, biraz dəmlənəcək 1-2 dəfə. Aha. Dəmir çəkiləndən sonra. Çünki bu dəmir çəkilməmiş o yağı söksək, aşın tərkibində su çoxdur da. Bu dəmlənmə tez getməyəcək. 1-2 dəfə dəmini alandan sonra biz yağını da əlavə eləyəcəyik, aşda dəmlənəcək. Bunu düyünü və aşdan əlavə eləyərək şorbasından üstünə tökürük. Bu düyünün ayısı sulu yemək kimi, yəni nuş eləmək mümkün. Çox gözəl, çox maraqlıdır. İlisulların qozlu aşı, quru qaxacı əti ilə nuş eləyək, dadına baxıb. Deməli, maraqlı oldu ki, düyün süzdükdən sonra həmin o suyuna gördüyümüz kimi lobya və düyünə əlavə etdi. Belə şorba olaraq. Sonra da ana yemək, düzdürmü? Bismillah. Çox fərqli bir dadı var, çox bəyəndim. Amma şorbanı sonra yeyəcəm. Bu canlı hal-hazırda çəkilişdə mən istəyirəm ümumi dadına baxaq, fikir bildirək, həm də yoğrulmuş o. Bismillah. Mən sizə düyüdən çəkim. Əslində mən sizə xidmət etmək. Yox, mən xoşdur. Qonaq. Qax bizim doğma diyarımızdır. Biz burada özümüzü qonaq kimi hiss etmirik. Aşı pişirər yağ, gəlinin üzü ağ. Bismillah. Necə dadlı. Bundan bunu belə sintez eləmək lazım. Kompotu börükənin kompotudur, bir də it burnu ilə almanın. Yəni biz qozlu aşı kompotları qış mövsümündə vardır. Bəli. Mən deyirəm kompot içib bunun dadını qaçırtmır. Börükən kompotundan istifadə edir. Bir də ki, it burnu ilə almadır. Mən hər bir söz təşəkkürümü bildirirəm. Sizə ana əllərinizə
sağlıq, əllər Amin. dərd görməsin. Çox Allahın rəhməti, bərəkəti üzərinizə olsun. Allah sizin ailənizi bərəkətli ömür versin ailənizə. Çox sağ ol. Bu ocaqda daimi xoş səslər gəlsin. Amin. Mənim sizə xüsusi təşəkkürümü bildirirəm. Allah razı olsun. Qax rayon rəhbərliyi və bütün kollektivinə öz təşəkkürümü bildirirəm ki, bizə bu çəkilişdə çox dəstək oldular. Allah sizdən də razı olsun. Əziyyət çəkdiniz. Mən elə məhz buradan sağollaşmaq istəyirəm. Buyur müəllim, bir sözünüz varsa siz də buyurun. Özümüz, mən də Zemfira xanım bu pişirdiyi nemətə görə təşəkkür edirəm. Çox Sağ ol. dadlı. Yəni mənim anam da pişirirdi, rəhmətli. Yəni Allah rəhmət ağız dadı olaraq mənə tanışdı. Yəni ki, sevimli daddır. Yəni bir qaxlı olaraq qax mətbəxinə bələd olan adam kimi, yəni xoş məndə yəni ki, o xatirələr, hisslər oyatdı. Yəni Sağollaşırıq. Özünüzdən müğayət olun. Allah'a əmanət olun. Sağ olun. Allah Mən də hər bir- minnətdaram sizə bugünkü gün üçün. Çox sağ olun. Gəldiniz. Ləzzət oruçlusu qonağım oldu. Bu da Sağ məndən ol. ötürü bir fəxrdir. Allah razı olsun. Təşəkkür ederim. Çox sağ olun. Allah sizdən də razı olsun. Sağ olun. Mahir əfəndidən də razı olsun. Biz neçə Sağ olun. ilin həmkarıyıq. Neçə illərdir mədəniyyət sahəsində üz-üzə gəlirik. Allah ona da can sağlığı versin. Sizlərə də ailələrin başından Allah əksik eləməmiş. Allah razı olsun. Gözəl balamızı da Allah ömürlü eləsin. İşiniz avan da olsun. Sağ olun. İndi isə elə məhz Zaqatalanın ən məşhur yeməklərindən biri olan Buğa düzən yəsiyik. buğa düzən yoxsa buğa düzdür? Buğa düzən deyirik biz. Ya da belə də demək olar, Caxur xəngəl. Onu da demək olar. Eləmi? Hə, belə də demək olar. Yeməklər haqqında birazdan məlumat verəcəm. İndi isə biz Bismillah deyək, Orxan. Buna baxaq birinci, məşhurdur bu. Bəli, sparja. Sparj. Zaqatalaya hardasa məxsus bir Bu salat. adətən Asiyanın idi. Zaqatala. Oradan gəlir, soya südündən səhv eləmirəmsə. Bəli, bəli. Ən məşhur belə də sevdiyiniz, daha doğrusu qonaq gələndə bu yeməyi təşrif edir. Yəni buğa düzən bəli, qeyri-adi yeməkdir və sırf Zaqatala mətbəxinə məxsusdur. Bunun gözəlliyinə bax. Şorbası da yanında. Bəli, şorbası yanında. Aha. Buğa düzən. Bax, bax, bax. Quru ətlə buğa düzən. O onun şorbasıdır Mübariz bəy. Bu xəmir. Götürdük. Xəmirin nazikliyinə baxın. O yan tərəf görünür yəni. Ha, bu xəmir. Aha. Bismillah dedik. Sonra Bir kusokda ət götürdük. Qoyduq yanımıza. qoyduq yanımıza. Ətdən də götürün Mübariz bəy. İndi ətindən Aha, götürdük. götürün. Qəşəng bir ət götürün. Aha. Götürdük əti. Bax bu əti qopartdıq, bu xəmirin içinə qoyduq belə. Qoyduq Oldu mu? bura. Bax, bükdüz belə. Belə, Bükdüz. belə Bu bükdük. şorbaya batırdınız Aha. və yediniz. Bu beləymiş. Bismillah. Fərqli bir dad. Mən də deyirəm ki, bəs bunun qaşığı hanı bir şorbanı veriblər? Ha, bu şorbaya batırılır, yeyilir. Buna bax, buna. Demək belə edirik. Bu lavaşı götürürük. Bəli. Götürdükmü? Ətdən içinə Açdı. döndürür. Bəli. Əti içinə qoyduq. Bu quru ətdən. Bəli, quru ət. Ancaq quru ətdən mi olmalıdır? Bəli. Sonra Eləyirlər lavaşı yəni. belə bükürük. Bunun bişirilmə qaydası da ki, quru ət aşağıda qoyulur, üstündən xəmirlər belə düzülür, o buğda bişirilir. Ona görə buğa düzən. Töksən, Bəli. Neçə saata bişirilir? Uzun çəkir bişməyi. 1 saata yaxın, yəni
Adətən restoranlarda bu yeməyi sifariş verəndə əvvəlcədən sifariş verib sonra gedirsən ki, o hazır olana çatasan. Bu lavaş kimi xəmiri açırlar, bildiyin. Bəli. Eləmi? Nazik açırlar, sonra yağlayırlar xəmiri. Aha. Ha, sonra da altdan ət qoyulur. Ət bişəndən sonra bunu qoyurlar, yoxsa Buna məxsus sırf qazan var. Əvvəllər ata-baba qaydası ilə deməli altdan ət qoyulubdu. ha. Üstündən çubuqlar düzüblər ətin, belə çubuqlar. Sonra üstündən də bu xəmiri yağlayıb qoyublar, yağlayıb qoyublar üstündən. Altda ətin buğunda bu xəmir bişir. Yaxşı, bunun yanında salat qismi nəsə yeyirlər, turşu. Salat turşu olur, sarımsaq Var. turşusu varmı? Ya budur bax turşu. Turşulardan yeyə bilərsən. Bu əllə yeyilməli. Bəli, əllə yeyilən yeməkdir bu. Bunu əllə o ləzzətini elə bil hiss eləyə bilirsiniz də əllə yeyəndə. Mən dadlı yemək yeyəndə elə bil ki, sevinirəm. bu da tam o yeməkdir yəni. Amma bunu az yemək lazımdır da. Yəni xəmirdir də. Zaqatal haqqında deyilən yeməklə bağlı, yeməklə bağlı bir söz var ki, biz deyib çörəyi çörəklə yeyirik. Ha. Xəmiri xəmirlə, yəni bu yeməklə, çörəklə bunu yeyən adamlar var yəni. Bəs bundan çörək necə yeyirlər? Mən doymur deyə yeyir də. Yəni Doğrudan da qeyd etmək istəyirəm ki, ləzzətlərin doyeli gedir burada. Yəni bildiyin rəsmən o qədər fərqli daddır ki, həm xəmirin öz dadı, ətin öz dadı, yer də gözəldir, atmosfer də gözəldir. Orxan, təşəkkür edirəm. Mənsət. Bu ara ancaq bu bölgələrdəyəm. Zaqatalanın əsasən belə deyirlər, yəni Muxax kəndinə aid olan xas bir yeməkdir, amma tarixinə getdiyimiz zaman bu yeməyin üzə çıxır ki, Zaxur xəngəli adı belə çıxır tarixinə gələndə. Zaxur milliyyətinə. Mən ilk dəfə orada yemişəm. Bəli. Amma orada ətli, sümüklü belə düzdülər, sümüklərin üstünə düzdülər. Hər yerdə bir fərqli bişirilmə qaydası var, yəni. Fərqli bişirirlər. Amma əvvəllər ata-baba qaydası, dediyim kimi o fındığın çubuqlarını qoparıblar, onu düzüblər ətin üstündən, sonra xəmirləri elə qoyublar üstünə. Bura gələn qonaqlar adətən hansı yeməkləri? Sürhüllü, girs, əsasən xəmir yeməkləridir də, belə deyək. Bizə məşhur olan. Mən istəyirəm ki, bax bunu belə eləyim. Bizim operatorumuza Mütləq. gəl yaxına, görüm gözəl oğlan, gəl. Gəl, bax bu sənindir. Hə, gözəl yeməyimizi yedik, iftarımızı etdik. İndi isə çay içirik. Çay içəndə əlbəttə planlarımız haqqında Orxan bəylə danışacağıq. Planımızda nə var? Bir bazar var, Bazara gedəsiyik inşallah. Bir də bazardan sonra da Zaqatalanın ən ucqar dağ kəndlərindən biri olan Qalal kəndinə gedəsiyik. Qalal kəndinə. Bəli, Qalal kəndində 6 ailə yaşayır hal-hazırda. Amma kənd əvvəllər çox yaxşı. Bəli, əlbəttə. Bəs nə yaxşı ki, o kəndlər elə boşalıb və ya Mübariz bəy, orada kəndlərin boşalma səbəbi odur ki, yolsuzluq. Aha. Yəni kəndə gedən maşın yolu yoxdur. 18 kilometr çay yoludur. Və ona görə də kəndləri aşağı kəndlərə, Dağlı kəndinə köçürüblər o kəndləri. Amma atalarına vəsiyyət eləyən insanlar var ki, o insanlar deyirlər ki, biz ata-baba yurdumuzu tərgib getməyəsik, burada öləsik. Vədlər var. Görəsən maraqlıdır, onların indiki hazırda 6 ailənin övladları da valideynlərinə o vədi veribmi və ya o vədi tutacaqlarmı? Şəhərdə yaşayırlar bir çoxsu. Kənddə yalnız yaşlı insanlar qalıb hal-hazırda. Demək belə çıxır ki, bir neçə il sonra artıq o kənddə olmayacaqdır. Tam-tamdan boşalır. Əslində çox maraqlıdır. Mövzu niyə maraqlıdır? Kəndlinin kəndləri tərk etməsi bir çətin şəraitdə yaşamaqlarıdır. Bir də kənd təsərrüfatının günü-gündən zəifləməsidir ki, kəndli kənd məhsulunu bazarlarda istədiyi qiymətə satıb maddi gəlir əldə edə bilmir. Mənim də aylardır, illərdir davam da budur ki, bazarda yalnız və yalnız
100% təbii və 100% bioloji cəhətdən təmiz olan təmiz kənd məhsulları olmalıdır. Fabrik və zavod məhsulları kənd bazarına daxil olduğu zaman kəndlinin məhsulunu sıxışdırırlar. Yəni necə? Tərkibində qatqı maddələri olan kənd məhsulu adı ilə satılan məhsulları ucuz qiymətə verirlər. Məsələn, verirlər pendiri 4 manata, kəndli artıq 12 manata pendirini, təbii pendirini sata bilmir. Bununla da bərabər damaq zövqlərimiz o qədər korlanmağa başlayıb ki, artıq doğrunu səhvdən seçə bilmirik. Fikrimlə razısın yoxsa? 100%. İndi bir söhbət edeyim sizə qısaca. Zaqatala rayonunun Cımcımaq kəndi var. O da dağlıq bir kənddir. Aşağı bəzi kəndlərdə Zaqatalanın Cımcımaq kəndinin balı adından saxta bal satılır. Buyur. Amma həmən o Cımcımaq kəndinin insanı isə o balını sata bilmir. Deyir ki, sən... Bu da narazıdır buradan ki, alan adam aşağı kənddən ki, Cımcımaq balını aldım, pis çıxdı. Amma əsli orada qalıb. Əslində buna mən təklif edirəm ki, istənilən bazarlarda buna bir nəzarət edən qurum olmalıdır. Əlbəttə ki, vardır. Bu bazara nəzarət edənlər vardır. Çünki oranın baytarı da var, məhsul. Kəndli kənd məhsulunu gətirərkən həmin kəndin icra nümayəndəliyi və ya bələdiyyəsi yazır ki, məsələn, Orxan Hüseynzadə 30 kilo balı vardır, bunu bazara aparır. Bazarda da onun sənətinə görə həmin balı qəbul edirlər satışa. Misal üçün, Əliyev Məmməd və ya Məhəmməd məhsul gətirəndə sənəti olmadığı halda bilinir ki, bunun balı oran deyil, alazan balıdır. Misal üçün. Və ya şəkər tozu tərkiblidir. Belə halda nə olur? Bəlli olur doğru kimdir, yanlış kimdir. Və belə halda da kəndli artıq kəndini tərk etmir, yaşadığı məkanda, yaşadığı bölgədə kənd təsərrüfatının inkişafına güc verir, pendirini, südünü, qaymağını, balını, kənd toyuğunu, kənd yumurtasını rahatlıqla sata bilir. Dana əti adı ilə sənə camış əti sata bilməzlər. Satırlarsa, bunu sən gördünsə, rahatlıqla ifşa edə bilərsən. Çünki belə halda kəndliyə dəstək olursan, fırıldaqçıların isə önünü almış olursan. Buna görə də hər birimiz dəstək olmalıyıq. Bazarlarda artıq kimyəvi, bioloji və 100% təbii məhsullar vardır. Yəni belə deyək ki, digər fabrik, zavod məhsullar və ya hansısa dolandırıcı, nə bilim, yalançı insanlar bazarda məhsul sata bilmirlər. Müəyyən qurumlar var ki, bizə dəstək olmalıdırlar, bizə deyəndə kəndlilərə. Mən hal-hazırda Şərq Vadisi otel və restoranındayım. İftarımızı burada açdıq və öz təşəkkürümü bildirirəm. Bu bölgəyə yolunuz düşərsə, elə məhz bu gözəl vadidə qala bilərsiniz, istirahət də edə bilərsiniz. Eyni zamanda sosial şəbəkədən də izləyə bilərsiniz. İndi isə sağollaşırıq, görüşəcəyik. Uzun yolun